Mən Nəsrullah və Pərvanə Firuzin qızı Bakı şəhərində anadan olmuşam, Xatay rayonunda. Hamıya müraciət edirəm, uşaqlarımızı qoruyun. 8-dən 9 aprel 2023-cü ildə çağırışa çağırdığım təcil yardımdan qardaş və eladı Tofiq qızı assistenti ilə evimizə gəldilər. Assistentə İsmailova Aybəniz Almaz qızı. Onlar mənim yeganə 16 yaşlı qızımı komaya salaraq reanimasiya əvəzinə polisləri evimizə basqın edərək 2 naryad maşın bizi aldadaraq, uşağın nəbzi vura-vura, bizdən xəbərsiz polislərə təhvil verərək ölü adı ilə reanimasiyaya vermədilər. Reanimasiyanı bir dəqiqədən artıq vermədilər. Hamı bilirsiniz ki, bütün dünyada təsdiqlənib ki, yeniyetmələrdə beyin ölümü anlayışı yoxdur. Komaya salaraq, polisləri evimizə basqın edərək, polislərə ölü adı ilə yeniyetmə qızımı nəbzi vura-vura təhvil verərək, bizi evdən aldadaraq xəstəxanalı ilə çıxartdılar, ancaq apardılar morqa. Morqda da uşağı əlimizdən güc tətbiqini aldılar. And içdilər ki, şərəf əlahiyyətlərinə ki, uşaqdan qan götürüb analiz üçün 5 dəqiqəyə qaytaracaqlar. Əvəzində sağlam balamın sümüyünü, bütün orqanlarını, hər şeyini, göz boynuzlarını oğurlayıb, üzərinə süni insan dərisini yapışdırıb, morqda Şıxəmədov Anar Nurməmmədoğlu və Məhkəmə Tibbi Ekspertiza Birliyinin rəisi Seyid Aslan Ağalarov ilə birlikdə, deməli, Pünhan Eyvazov İkram oğlunun qərarı əsasında Pünhan Eyvazov İkram oğlu Xatay rayon prokurorluğunda stajyer müstəntiq vəzifəsində işləyirdi. O həmən bunların hamısının qərar verirdi. Uşağımdan bütün orqanlarını oğrayaraq, sonda onu anatomik vəziyyətinə salaraq, üzərinə süni insan dərisini yapışdıraraq, bütün xəsarətləri yeni dərinin altında gizlədərək, mənə tikiş qoyaraq, ürəyinə, göbəyinə kimi ki, aparıb bastıraq, xəstəxanaya aparmayaq. Bütün sağlam orqanlarını oğurlayıb, öldürüb bizə təhvil verdilər. Oyaq olun, əziz millətim. Bizim evimizdən mənim balamı aldadaraq oğurladılar.